5 bürc işarəsi köhnə şübhələrinin dağılmağa başladığını hiss edəcək və onların daxili diqqəti kristal kimi aydınlaşacaq. Bir vaxtlar bağlı göründüyü yerdə birdən yeni bir yol açılacaq. Qorxu sönəcək, özünə inam yaranacaq və onunla birlikdə kainatın sizin tərəfinizdə olması hissi yaranacaq. Tərəzi. Tərəzi bu dövrün ulduz falı sizə ilham və praktikliyin güclü birləşməsini vəd edir. İşinizə olan həvəsiniz böyümə və gəlir üçün real imkanlarla birləşir. Siz işinizə başqa cür baxa bilərsiniz, gəlir mənbəyi kimi deyil, dəyər və sevinç gətirməyin bir yolu kimi işinizin mənasının sadəcə tapşırıqları yerinə yetirməkdən daha dərin olduğunu başa düşməyə başlayırsınız. Siz minnətdarlıq və irəli getmək arzusu ilə dolusunuz, çünki indi gördüyünüz işin həqiqətən vacib olduğunu görürsünüz. Əqrəb. Əqrəb, nəhayət, daxili gücünüzü bərpa etdiyinizi hiss edəcəksiniz. Bir vaxtlar qeyri-mümkün görünən hər şey birdən mümkün olur. Siz dərinliyi sevən bir işarəsiniz, ona görə də səthi məqsədlərlə kifayətlənmirsiniz. Bugün siz maariflənmə anını yaşayacaqsınız, sanki kainatın özü sizə doğru yolda olduğunuzu göstərir. Həyatın niyyətlərinizlə vəhdətdə axdığını hiss edirsiniz. Hər şey lazım olduğu kimi gedir və məqsədlərinizə çata biləcəyinizə inamla dolusunuz. Oğlaq. Oğlaqlar bu dövr böyümə və ittifaqlarla bağlıdır. Başqaları ilə əlaqələriniz güclənir və nəzərə çarpacaq faydalar verməyə başlayır. Ola bilsin ki, həmkarlarınız və ya dostlarınızla söhbətlərdə qavrayışınızı dəyişdirəcək və yeni istiqamət təklif edəcək sözlər eşidəcəksiniz. Sizi dəstəkləyə və ilham verə biləcək insanlar arasında doğru şirkətdə olduğunuzu hiss edəcəksiniz. Bu sizə daxili güc və güvən verəcək. Dünya sizə yeni yollarla açılacaq və siz başa düşəcəksiniz ki, uğur tək səyahət deyil, ortaq bir səyahətdir. Dolça. Dolça karyeranızda dönüş nöqtəsi olacaq. Uzun müddət durğun olan bir şey nəhayət dəyişməyə başlayacaq. Yəqin ki, səyləriniz nəhayət nəzərə alınacaq və qiymətləndiriləcəkdir. Ətrafınızdakı insanlar birdən sizin töhfənizi və əhəmiyyətinizi dərk edəcəklər və əvvəllər əlçatmaz görünənlər reallaşmağa başlayacaq. Bugün tanınma və hörmət gətirəcək. Əməyinin boşa getmədiyini hiss edəcəksən və keçmişə qoyulan enerji 100 qat geri qayıtmağa başlayacaq. Ox atan. Ox atan bu dövr sizin üçün sakit bir möcüzə kimi olacaq. Uzun müddət sizi sürükləyən və təqib edən bir şey nəhayət sona çatır. Hadisələrin gedişatına nəzarət etməyə çalışmadan, köhnə vəziyyəti rahatlıqla və daxili rahatlıqla buraxırsınız. Bu qəbul yeni imkanlara və daxili harmoniyaya qapı açır. Bu dövr sizə tamamlanma və rahatlıq hissi gətirəcək, sanki duman nəhayət təmizlənib və siz qarşıda aydın bir yol görürsünüz.